Bakıda Azərbaycan din xadimlərinin ikinci forumu öz işinə başlayıb. Hansı məsələlər müzakirə olunur bu barədə əməkdaşımız Orxan Qurbanov bizə ətraflı məlumat verəcək. Hazırda isə bizimlə canlı bağlantıda əməkdaşımız Orxan Qurbanovdur. Orxan, hər vaxtınız xeyir olsun. Söz sizdədir, buyurun. Salam İqrar, hər vaxtınız xeyir. Bəli, Konstitusiya və Suverenlik ili çərçivəsində Azərbaycan din xadimlərinin ikinci forumu keçirilir. Tədbirin keçirilməsində məqsəd Azərbaycan dövlət din münasibətlərinin konstitusiyon əsaslarının möhkəmləndirilməsi, dünyəvilik prinsipinin və vicdan azadlığının təmin olunması, multikultural və tolerant dəyərlərin təşviqi, eyni zamanda dini sahədə maarifçilik fəaliyyətinin gücləndirilməsidir. Qeyd eləmək istəyirəm ki, forum açılış nitqləri ilə başladı və açılış nitqi ilə çıxış edən Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov çıxışı zamanı bildirdi ki, Azərbaycanın dövlətçilik salnaməsi yalnız siyasi və iqtisadi nailiyyətlərlə deyil, eyni zamanda sarsılmaz mənəvi dayaqlara, inanc və vicdan azadlığına hörmət və sadiqlik prinsiplərinə söykənən zəngin dəyərlər sistemi ilə səciyyələnir və sahib olduğumuz dövlət-din münasibətləri modeli hüquqi müstəvidə tənzimlənən sistem olmaqla yanaşı, xalqımızın minillər ərzində formalaşan tarixin ən çətin sınaqlarından keçərək cilalanan yüksək mədəniyyətinin, dözümlülüyünün və humanist dünya görüşünün əyani təzahürüdür. Qeyd eləmək istəyirəm ki, Ramin Məmmədovla yanaşı Türkiyə və Özbəkistandan gələn qonaqlar, Ombudsman Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova və başqaları da çıxış etdilər. Onlar da çıxışlarında bir sıra diqqət çəkən məqamlara toxunaraq tədbirin əhəmiyyətindən danışdılar. Qeyd eləmək istəyirəm ki, hazırda tədbir panel müzakirələri ilə davam edir və hazırda bizim olduğumuz zalda multikultural dəyərlər sistemi, dövlət-din münasibətlərinin hüquqi və mədəni aspektləri mövzusunda müzakirələr həyata keçirilir. Bundan yanaşı tədbir çərçivəsində rəqəmsal informasiya və mühitində dini təhsil və maarifçilik strategiyaları, qlobal təsirlər fonunda gənclərin maarifləndirilməsi, müasir metod və innovativ yanaşmalar və qadınların sosial və mənəvi inkişafında dini inancların rolu mövzularında panel müzakirələr keçirilir. Panel müzakirələrdə dövlət qurumları və dini icmalar arasında əməkdaşlığın genişləndirilməsi, dini radikalizm və zərərli ideoloji təsirlərin qarşısının aradan qaldırılması, maarifləndirmənin rolu, cəmiyyətdə qarşılıqlı hörmət və etimad mühitinin möhkəmləndirilməsi məsələlərinə xüsusi diqqət yetirilir.